Səbr ifrat kimi əxlaqi məfhumlardandır, mövzulardandır. Əxlaqi mövzunun bir xüsusiyyəti var. O nədir? O hüquqi məsələlər kimi deyil. Yəni mən onu etməsəm, dövlət, hüquq sistemi məni cəzalandırmır. Qırmızı işıqda keçmək olmaz. Mən keçsəm, dövlət məni cəzalandırır. Bu hüquqi qaydadır. Amma səbr etməsəm, polis gəlib məni tutmur. İfrata varsam həyatda, polis məni cəzalandırmır. Bunlara deyirlər əxlaqi məsələlər. Başqasına salam vermək yaxşıdır. Başqasının salamının cavabını almaq vacibdir. Amma bu vacib zəruri, əxlaqi zərurətdir. Hüquqi deyil. Yəni mən başqasının salamının cavabını almasam, hüquq sistemi məni cəzalandırmır. Bunlar deyirlər əxlaqi. İndi burada bir məsələ var. Səbrə gələcəm, ümumi olaraq əxlaqi məfhumlar haqqında bir məsələni deyim. Əxlaqi məfhumlara biz niyə görə lazımınca dəyər vermirik? Arxa plana atırıq həyatımızda. Sizcə vermirikmi? Deyəcəm, ümumiyyətlə bəşər Azərbaycandan söhbət getmir. İnsan psixologiyası belədir. Biz o şeylərə əhəmiyyət veririk ki, orada cəza var. Qorxuruq. Bəli, cəza var. Qırmızı işıqda keçmirik, cəza var. Dövlətin vergisini vermirik, çünki məsələn pasportumuza stop qoyula bilər, xaricə çıxa bilmərik. Yəni insan cəzadan və yaxud biz o şeyə can atırıq ki, daha çox. Orada gəlir var. Məsələn, biz hansısa bir peşəni öyrənirik, can atırıq, orada gəlir əldə edirik. İndi biz elə düşünürük ki, əxlaqi dəyərlərdə cəza yoxdur və gəlir də yoxdur. Tutaq ki, mən ifrata varmadım, nə qədər pul qazanacağam? Bax, biz belə baxırıq. Mən səbirli oldum həyatda. Ayda nə qədər büdcəmə pul daxil olacaq? Yəni maddiyyətə köklənir. Maddiyyətə köklənirik. Amma mənim deməyim odur ki, bu yanaşma səhvdir. Niyə görə? Bir yalan, bax yalan danışmaq da odur da. Yalan danışmaq əxlaqi məsələdir. Bir yalan danışmaq ucbatından tanıdığım adamlar var. Ən pis cəzalara məhkum olunublar həyatda. Hüquqi cəzalar, inzibati cəzalar, həbsxanaya düşüblər. Yalana görə əxlaqi məsələlər bizə dərhal cəza vermir. Bəli, amma dolayısıyla bu həmən hüquqi cəzalandırmağa bizi apara bilər. Səbirli olmaq da o cür. Biz səbirsiz olub ani birinə qarşı güc tətbiq eləyə bilərik. Səbirsizləndim, çıxartdım, vurdum. Yumruqladım, təpiklədim. Səbrim çatmadı. Səbrim çatmadı. Tutdular məni, apardılar həbsxanaya. Ona görə və yaxud səbirli oldum, pul qazandım. Bəli, səbirli ol. Demək, əxlaqi dəyərdən başqa həm də maddiyyətə ucaldır. Mütləq, əxlaqi dəyərlərin maddi bizə qazancı var, əzizim. Məsələyə belə baxın. Bəlkə ilahi ədalətdir. İndi sual, Mətanət xanım. Niyə görə insanlar buna inanmır? Niyə görə inanmır ki, əxlaq onlara gəlir gətirə bilər, maddi gəlir? Niyə görə inanmırlar? Ona görə ki, bu əxlaqi dəyərləri düzgün izah edən yoxdur. Sokrat deyirdi ki, bu məfhumlara ikinci dəfə qayıtmaq lazımdır. Bəlkə daha çox. Daha çox. Dönə-dönə qayıtmaq lazımdır. Bir nəfər, bəs müəllim kimdir, ustad kimdir, ziyalı kimdir, ona buna sataşan, öndə gedənlərə söz atan, təəssüflər olsun ki, bəziləri var da Azərbaycanda belə. Yox, ziyalı elə budur da, otursun bunları izah eləsin. Səbirli olmaq nə deməkdir? Universitetdə olanda, tədris eləyəndə PhD-yə, doktoranturaya tələbələr götürdülər. O tələbələr də elə həmən universitetin müəllimləri idi. Təcrübəli müəllimləri idi. Nəysə bir xanım müəllim vardı, orada ingilis dili üzrə tədris eləyirdi. O fəlsəfədən götürmüşdü, müdafiə eləmək istirdi PhD-ni, doktoranturanı. Mənə yönəltmişdilər, mən onun elmi rəhbəri olum deyə. Mən ona mövzu verdim. Postmodernizmdə Jacques Derrida'nın logosentrizm bəhsi. Logos mərkəzçilik, söz mərkəzçilik, logos yəni söz. Jacques Derrida'nın tezisidir. Postmodernizm logosentrizmi inkar edir. Söz mərkəzçiliyi inkar edir. Belə bir tezisi var onun. İndi bu nə deməkdir? O başqa söhbətdir. Çox maraqlı bəhsdir. İnşallah bir dəfə eləyərik. Bu xanım getmişdi, mövzunu vermişdi. Rektor, oranın professoru rədd eləmişdi. Demişdi, yox, bu mövzu uyğun gəlmir. Mən getdim, o professorla görüşdüm. 5 dəqiqə. Gördüm ki, başa düşməyib, bilmir söhbət nədən gedir. Çünki ixtisası deyildi də o, fəlsəfə deyildi onun ixtisası. Mən ona izah eləyəndən sonra dedi ki, nə maraqlı mövzudur. Hə, işləsin, işləsin. Əzizim, biz bir şeyi qəbul etmirik, inanmırıq ona görə ki, onun
mahiyyətini başa düşmürük.